bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti bizim gənclərimizdir. Sizsiniz, əziz Azərbaycan evlatları. 2 fevral Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarix Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bugün də uğurla davam etdirilən dövlət gənclər siyasətinin məntiqi nəticəsidir. Sözü gedən siyasət Azərbaycan gəncliyinin milli mənəvi dəyərlərə sadiq, müasir dünya görüşlü və yüksək vətəndaşlıq mövqeyinə malik formada yetişdirilməsini təmin etmişdir. Bugün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayır. Bu böyük xoşbəxtlikdir. Bugün hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, bu müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan gənclər siyasətinin əsası qoyulub və Ali Baş Komandan cənab prezident İlham Əliyev tərəfindən bu gənclər siyasəti uğurla davam etdirilir. Və çox sevindirici haldır ki, məhz cənab prezident İlham Əliyevin prezidentliyi dönəmində yetişən, formalaşan gənclər Azərbaycanın ən həlledici dövründə İkinci Qarabağ savaşı zamanı canı bahasına, qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasına aktiv iştirak etdilər. Bununla paralel olaraq digər gənclərimiz isə informasiya müharibəsində öz töhfələrini verdilər və bu gün də gənclərimiz Azərbaycanın bütün sahələrində aktiv iştirak edirlər və çox mühüm vəzifələr tutmaqdadırlar və Azərbaycan dövləti tərəfindən də gənclərlə bağlı mütəmadi olaraq xüsusi dövlət proqramları həyata keçirilir və gənclərin formalaşması, yetişməsi, inkişaf etməsi üçün dövlət qayğısı daim hiss edilməkdədir. Bu proseslərdə Qərbi Azərbaycan ideyasına sadiq olan Qərbi Azərbaycanlı gənclər də xüsusi yer tutur. Tarixi irsin qorunması, milli kimliyin yaşadılması və hüquqi əsaslara söykənən ədalətli mövqeyinin təbliği bugün Qərbi Azərbaycan gənclərinin əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan gəncliyi dövlətin və xalqın gələcək inkişafının əsas aparıcı qüvvəsidir. Bildiyiniz kimi, məhz İkinci Qarabağ savaşı bitdikdən sonra Azərbaycan üçün strateji məsələlərdən biri də Qərbi Azərbaycanlıların hüquqlarının müdafiə edilməsi və onların öz dövlət torpaqlarına qayıtması məsələsi ortaya qoyuldu və zamanında Qarabağ problemi olduğu üçün biz Qərbi Azərbaycan məsələsini daha aktual şəkildə qabarda bilmirdik. Ancaq hal-hazırda isə məhz Qərbi Azərbaycanlıların öz dövlət torpaqlarına qayıtması ilə bağlı sistemli işlər görülür və Qərbi Azərbaycan icması da bu məsələdə əsas aparıcı qüvvə kimi çıxış etməkdədir. Bildiyiniz kimi, Qərbi Azərbaycandan dəfələrlə Azərbaycanlılar deportasiyaya məruz qalıblar, didərgin salınıblar və sonuncu 87-91-ci illərdə Qərbi Azərbaycanlıların deportasiyası zamanı da 300 mindən çox Azərbaycanlı didərgin salınıb ki, bu günlərin ümumilikdə Azərbaycan ərazisində milyondan çox Qərbi Azərbaycanlı yaşayır və onların xüsusilə də məhz Qərbi Azərbaycan olan gənclərin hüquqlarının müdafiəsi dəstəklənməkdədir və Qərbi Azərbaycandan olan gənclərin də öz dövlət torpaqlarına qayıtması və xüsusilə də Qərbi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə ötürülməsində çox böyük yük daşımaqdadırlar və mən inanıram ki, Qərbi Azərbaycandan olan gənclər bu məsuliyyəti çox yaxşı dərk edirlər və bu baxımdan da bizdən yaşlı olan nəsillərdən informasiyaların əldə edilməsi, onların işlənməsi və gələcək nəsillərlə ötürülməsi üçün də öz məsuliyyətimizi dərk edirik və bununla bağlı da lazım işləri həyata keçiririk. İcma tərəfindən konkret tapşırıqlar var və bu tapşırıqların yerinə yetirilməsində də gənclər aktiv iştirak edirlər və könüllülük fəaliyyətində də bizim gənclərimiz aktivdirlər və biz inanırıq ki, babalarımızın bizə əmanət etdiyi bu mirasa biz sahib çıxacağıq və Qərbi Azərbaycanlıların öz dövlət torpaqlarından qayıtmasında gənclər də öz töhfəsini verəcəkdir. Mən də fürsətdən istifadə edərək 2 fevral Gənclər Günü münasibətilə bütün gəncləri, o cümlədən Qərbi Azərbaycandan olan gəncləri təbrik edirəm. Biz həmişə Ali Baş Komandan cənab prezidentin ətrafına sıx birləşmişik və bu gün də biz bu birliyin formalaşması və mövcud olması üçün öz töhfələrimizi veririk və Qərbi Azərbaycanlı gənclər olaraq da bu prosesdə həmişə ön sıralarda olacaq. Bayramımız mübarək olsun.